Ixtisasçısın, Ülviyə müəllimə Səfərova. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun Ülviyə müəllimə. Ülviyə müəllimə başlayaq. Deyin siz mənə. Ümumiyyətlə savad təlimində biz uşaqlara nəyi öyrədirik? Bağçada. Savad təlimində müəllimə uşaqlara hərflərin çap hərfini, əsasən 5 yaşlı uşaqlara da 4 dənə sait, 13 dənə samitləri öyrədirik. Sözlərin təhlilini öyrədirik. Cümlələrin sxemlə qurulmasını öyrədirik. Səslərdən hecalar, hecalardan sözlər, sözlərdən cümlələrin əmələ gəlməsini başa salırıq uşaqlara. Cümlə Hı hı. bitmiş fikri ifadə edir. Bunun üçün məsəl üçün sxemlər qururuq uşaqlara. Birinci sadə cümlələrdən başlamaq lazımdır. Məsəl üçün 2 sxem qurulursa, bu sxemlərdə boş xanalar qoyulur və uşaqlar ora rəhli kartikalar qoyurlar, sait samiti tapmaq üçün. Cümlələr də qoyulanda, sözlər də qoyulanda məsəl üçün hava küləklidir. 3 sxem qoyanda deyir, bu gün hava çox küləklidir. Elə artırırıq cümlələrdə sözlərin də sayını artırırıq, biraz cümlələri mürəkkəbləşdiririk. Mhm. Yaxşı. Bəs, yəni uşaqlar, bu dövrdə, biz uşaqlara hüsnü xətt verməliyik bağçada? Hüsnü xətt verilmir müəllimə, prosta ki, orada hərflərin çap qrafik formasını uşaqlar yazmağı öyrədilir. Bir də hərflərin çap hərfləri öyrədilir. Bəli, amma hüsnü xətt verilmir. Sadəcə biz onu nə ilə öyrədirik? Yapma ilə. Məsələn, düzəldə bilərik. Sonra Y hərfi, X yap hərfi yapma ilə də, plastilinlə. Sonra eyni zamanda applikasiya məşğələsində də, quraşdırma məşğələsində də istifadə edə bilərik. Nəsə, yəni hərfləri quraraq öyrədirik. Amma dediyimiz kimi hüsnü xətt məktəbə aiddir. Məktəbdə verilməlidir əslində. Sadəcə bəzən, bəli, valideynlərin istəyi ilə bir də görürsüz ki, müəllimələr edirlər, amma qanunla, yəni bağçada yer verilmir buna. Yaxşı, bəs hərfləri belə, siz necə dediniz? Məsələn, hərfləri öyrədib, oxutmaq, onu necə öyrəndilər dedik? Hərfləri də müəllimə öyrənirlər, amma onlar şifahi formada da uşaqlar hecalarla oxumağa öyrətmək lazımdır. Çalışmaq lazımdır ki, məsəl üçün ana sözün öyrənəndə uşaqlara birinci hərfi öyrədəndə onun gözü ikinci hərfdə olmalıdır ki, sözü qırıq deməsin də, heca ilə desin, hecaya öyrənməlidir. Hı Heca hı. ilə uşaqlar 1 dəqiqədə 10-15 söz oxumalıdır, oxumaq bacarmalıdır, sadə sözlər. Hı hı. Bəs yaxşı, bu savad təlimi hansı yaş qrupunda keçirilir? Savad təlimi 5 yaşda keçirilir, amma əslində əvvəlcədən nitqin inkişafı ilə buna bir hazırlıq məsələsi olur. 3 yaşından da bəzi uşaqlarda formalaşır, amma həmin uşaqlarda sözləri düzgün tələffüz etmədiklərinə görə onlara icazə verilmir də. Müəllimə onların əvvəlcə lüğətini zənginləşdirir, onlara ətrafda olan səsləri, heyvanların, quşların, cücülərin ətrafdakı səsləri öyrədir. Çalışmır ki, uşaqları artikulyasiyasını dəyişməyə məcbur etsin. Uşaqlara xırda sözlər verir, xırda parçadan ibarət olan sözlər. Uşaqlar onu Hı tələffüz hı. edərək, müəlliməni yamsılayaraq, təkrarlayaraq onların dilləri düzəlir də, düzgün tələffüz edirlər. Sonra Düzdür. 5 yaşından da savad təlimi məşğələsi keçirilir. Bəli, amma 3 yaşından uşaqların həvəsi yaranır. Yəni orda PDF-imdə qeyd eləmişəm ki, 3 yaşından həvəs yaranır, amma Həv 5 yaşından həvəs başlamaq lazımdır. yaranır, Yəni amma bəli, alimlər qeyd eləyib ki, 3 yaşından uşağın anlaq səviyyəsinə uyğun deyil. Çünki elə uşaq var ki, 3 yaşında danışmağı bilmir. Hal-hazırda da var nitq ləngiməsi olanlar, amma 5 yaş, yəni ortaq bir məxrəcə gəlib 5 yaşı qoyurlar. Çünki 5 yaşına qədər uşaqlar artıq tam səlist, belə deyim, nitqləri olur, rahat danışa bilirlər, sərbəst fikirlərini çatdıra bilirlər. Yəni daha dolğun olur o yaşda. Demişdik, standartlaşdırılmış nitq dövrü 5-6 yaş əhatə edir də. Ona görə də 5-6 yaş daha məqsədə uyğundur, nəinki 3 yaş. 3 yaşda həvəs olur, maraq olur. Bir də görürsüz ki, uşaqlar götürürlər, dəftəri qarşılarına qoyurlar, oxumağa çalışırlar, kitab alırlar əllərinə. Həvəs, maraq olur, amma ən əsası 5 yaşından öyrədilməlidir. Hansı standartımızda yer alır savad təlimi? Əsas. Savad təlimi İmtahana idraki düşə bilər. inkişafın Hı hı. 2.2. Açıqlamasını da verin. 2.2 nədir? Onun sonra hansı alt standartında yer alır? 2.2
2.2. Kim deyə bilər? Nitqi dinləyib anlayır, rabitəli danışır, nitq etiketlərindən Hə, onu istifadə bildim. edir. Alt 2 standart. hə, Bəs alt standartı? oxuyaq və yazıq başlığı altında 2.2.1 keçirilir. 2.2 2 4-dür də. Yox, hə, 2.2.4 2 və Yox, 2.2.5 2.2 standartında. müəllimə 3 də orada 3 inteqrasiyadır. Aha, o başqadır. Müəllimə, siz bədii təfəkkürlə 2.2.1 qarışdırdınız. Bədii təfəkkürdür o. 2.2.1, 2.2.2 bədii təfəkkürdür. 2.2.3 hə, inteqrasiya xarakteri daşıyır. Nitq hə də etiketləridir. mən də elə dedim də mən. Bəli. 2.2.4, 2.2.5 isə sırf savad təlimidir. Danışıq, Hə, nitq, sonra heca. 2.2.6 da yenə inteqrasiya xarakteri Bəli, daşıyır. bəli. Mən elə qeyd eləmişəm. Bəli, əslində orada da təbii ki, nitqdən söhbət gedir, amma o inteqrasiya xarakteri daşıyır. Yaxşı, Hə, onu ə, demək. qeyd eləyin siz mənə, ümumiyyətlə savad təlimi hansı başlıq altında keçirilir dedik? Oxuyaq və yazaq. Oxuyaq və yazaq başlığı altında keçirilir, düzdür. Yaxşı müəllimə, məsələn, dil nədir, nitq nədir? Baxın, bir deyirəm dil, bir də deyirəm nitq. Dil müəllimə insanlara xas olan ən üstün olan ünsiyyət vasitəsidir. Dil olmasa cəmiyyət, cəmiyyət olmasa da insanlar ola bilməz. Bir-biri ilə vəhdət təşkil edir. Nitq isə bu dilin elə bir mən öz başa düşdüyüm şəkildə deyirəm də, dilin Bəli. elə bir ki, ifadə formasıdır da, Hı həmin o dilin -hı. danışıq formasıdır. Bu da yazılı və Tətbiq şifahi formasıdır. formada Hı olur. -hı. Bəli, Yazılı və yəni şifahi nitq formada mənim yəni. danışığımdır. Sizlə məsələn danışıram. Bu nitqdir. Hə, dildə məsəl üçün Nitq dil Azərbaycan dili, türk dili, eynən türk dili, rus gürcü dili dili, belə də fransız dil. dili, dil ümumidir də, Hə, yəni ictimai bir şeydir. Amma hə, nitq amma isə, nitq nitq mənim danışığım. fərdiçilikdir. Baxın, bəli, mənim nitqim zəif də ola bilər, mənim nitqim zəngin olmaya bilər, məzmun olmaya bilər, ardıcıl olmaya bilər, düzgün olmaya bilər, belə kobud sözlər ola bilər dilimdə, yəni hansı ki təmiz olmaya bilər. Yəni bu artıq nəyə aid olur? Bu nitqə aid olur. Yəni dilə aid deyil də. Nitqə Dil aiddir, bəli. ümumidir. Dil yəni qrammatikası da var, leksikası da var, hər şey. Fonetik, leksik, qrammatik. Amma nitq bir növ mənə xasdır. Bizə xas olan nitqdir. Nitq danışıq qabiliyyətidir də Bəli, bizə müəllimə. aiddir də. Hər kəsin nitqi fərqli ola bilər. Sizin nitqiniz fərqlidir, mənim nitqimiz fərqlidir. Amma dilimiz nədir? Eynidir. Azərbaycan dili Dilimiz məsəl üçün. eynidir. Bəli, mənə sizə məsələn Azərbaycan dili fərqli dildə deyilmir ki, siz fərqli dildə siz Azərbaycan dilini öyrənmirsiniz ki, və yaxud mən eyni öyrənirik, amma biz onu tətbiq eləyəndə fərqli formatlarda tətbiq edirik. Dillə nitqin fərqi budur. Aha. Yaxşı, deyin siz. Məsəl üçün, mən deyirəm ki, bilirik ki, burda hansı ki, belə deyim sizə, bayaq nə dedik? Dedik ki, aydın ola bilər, düzgün ola bilər. İndi mən sizə bir nümunə çəkəcəm. Görün orda nitqdə nə pozulur. Məsəl üçün, mən müəllimə ancaq eyni cümləni fırlada-fırlada qalmışam sizə. Ancaq eyni cümləni deyirəm, belə deyim, nitqimdə yeni bir söz yoxdur, yeni bir termin yoxdur, yeni bir maraqlı sözlər, bir sinonimlər yoxdur ki, mən bir sözü başqa sözlə əvəzləyim sizə. Burda nə yoxdur? Zənginlik müəllimə. Bəli, nitqim zəngin Zənginlik. deyil. Adətən nitqin zənginliyini biz necə yarada bilərik? Biz daha çox nə oxusaq nitqimiz zəngin olar? Kitablar müəllim. Daha çox Bəli, kitab, baxın bədii çoxlu əsərlər. bədii əsərlər, bədii kitablar oxuyanda Bədii əsər. görürsüz, bədii kitab oxuyan uşaqlar olsun, insanlar olsun, yəni böyüklər olsun, hər kəs kim oxuyursa, həm onun estetikası olur, həm də nitqi zəngin olur. Yəni cümləni dolğun qura bilirlər, zəngin qura bilirlər. Sinonimlər çox olur, əks mənalı sözlər çox olur. Yəni məsəl üçün İstədiyim formatda mən o cümləni qura bilirəm. Amma bilməyən insan eyni sözün ətrafında dolana-dolana qalır. Bu zənginlikdir. Baxın, yəni dolğunluq, zənginlikdir. Bəs yaxşı, mən deyirəm ki, məsəl üçün, mən bir sizə hansısa bir hadisə haqqında danışmaq istəyirəm, amma hadisədə baş verən, belə deyim, hadisəni sizə təzahür edə bilmirəm də, deyə bilmirəm ki, bax bu hadisə olub. Yəni onu deyə bilmirəm dəqiq. Ardıcıllıq müəllimə, məntiqi Yo, 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 yo. ardıcıllıq. Yo, onu deyə bilmirəm. Dəqiqlik. Dəqiq deyə bilmirəm. Hə, də. Bəli, Hə, də. dəqiq deyə bilmirəm də nə hadisə baş verib. Elə ümumi ona oxşadıb danışıram, amma dəqiqliyini deyə bilmirəm. Bəli, bəs yaxşı. Müəllimə, monoloji nitq nədir? Dialoji nitq nədir? Monoloji nitq uşağın bir insanın özü tək başına danışdığıdır. Məsəl üçün mühazirə də ola bilər,
hər hansı bir nağıl da ola bilər, məsəl üçün müəllimin də çıxışı ola bilər auditoriyada. Öz-özünə danışdıqda, məsəl üçün əvvəlcədən hazırladığı və yaxud da elə belə bədahətən danışdıqda. Amma dialogenik 2 və daha artıq şəxsi bir-biri ilə danışmasıdır. Mhm. Məsəl üçün, mən sizinlə salam necəsiz, müəllimə istədirsiniz, yaxşıyam, sonra başqa bir şey soruşuram, siz cavab verirsiniz. Bu oldu artıq dialoji. Məsəl üçün, Dialogenik. mən sizə dərs izah eləyirəm bu dəqiqə, hər kəs səsi bağlayır, dərs izah edirəm. Bax, o monoloji olur artıq. Mən orada özüm Bəli. danışıram. Sizdən cavab gözləmirəm. Nağıl danışıram uşaqlara, monolojidir. Yəni bu hissələri artıq qarışdırmamaq lazımdır. Sonra deyə bilərəm sizə, məsəl üçün, bunu müəllimlər, böyük bir PDF var, hansı ki, Yahya Kərimovun Nitqin İnkişafı. Bilirik də, savad təlimi 5 yaşından əvvəl nitqin inkişafı gedir, ətraf aləmlə tanışlıq nitq inkişafında gedir. Nitqin inkişafı da standart olaraq, məsələn, deyə bilərsiniz ki, müəllimə, bəs nitqin belə deyim, ətraf aləmlə tanışlıq 2.1 standartına aiddir də. Bəs niyə, belə deyim, nitqin inkişafı ətraf aləmin yanındadır? Məsələn, 2.1-dən mən o nitqi necə götürüm? Xeyr, siz nitqi keçəndə uşaqlara mövzu olaraq da nitqə aid, siz onu gedib götürürsüz 2.2.4, 2.2.5-in aşağı yaş qruplarından. Məsələn, 1-2 yaş, 2-3 yaş, 3-4 yaş, 4-5 yaş, 5-6 artıq savad təlimidir. Yəni nitqin inkişafını siz o yaş aralıqlarından götürə biləcəksiniz. Onsuz ki, nitq inkişafı həmin hissələrdə verilir. Ondan sonra o dəyişilir, boş sadəcə savad təlimi olur. Ondan qabaq isə ətraf aləmin içində gedir. Çünki biz ətraf aləmi uşaqlara öyrədərək onların nitqini inkişaf etdirmiş oluruq eyni zamanda danışdıraraq. Sonra deyin siz mənə, məsəl üçün, sizə imtahanda nə düşə bilər? İmtahanda düşmüşdü 2023-də, səhv etmirəmsə, düşmüşdü belə bir sual MİQ imtahanında. Düşmüşdü ki, uşaqların, məsəl üçün, yazı bacarığına məsələn, uşaqların belə deyim də, yazı bacarığına aid olan hissəni sizin seçin. Variantlardan birində uşağın yazı bacarığından söhbət gedir. Məsələn, yazırdı ki, uşaq nağılı oxuyur, yazırdı ki, uşaq, məsəl üçün, quraşdırma fəaliyyəti edir və yaxud da ki, uşaq ipə muncuq düzür. Məsəl üçün, siz burada deməyin ki, uşaq ipə muncuq düzür də, uşaq orada yazı yazmış ki, yox, bu yazı deyil. Siz orada avtomatik nəyi axtaracaqsınız? Kiçik motor bacarıqlarını. Kiçik motor bacarığını Yazı axtaracaqsınız. texnikası. Bəli, çünki yazı texnikasını mən formalaşdırıram da, olsa mən belə deyim, bağçada uşağa yazı öyrədə bilmərəm axı, yazı yazdıra bilmərəm axı. Nə yazdıracam? Heç nə. Hüsnü xətti belə məktəbdə vermirlər, daha doğrusu bağçada vermirlər, məktəbdə verirlər. Ona görə də mən orada kiçik motor bacarığını axtaracam. Amma şifahi nitq deyəndə danışmağı, öyrənməyi, bunları şifahi. Yəni, amma yazını axtaranda kiçik motoru ön planda saxlayacam. Məsəl üçün, uşaq, belə deyim sizə, deyə bilərəm, dediyim kimi ipə muncuq düzür, sonra çəkiclə yumurta sındırır, o yumurta qabaqlarında məsəl üçün və yaxud da nəsə sındırır, o kalçuk sındırır və yaxud da ki, kiçik motor bacarığına aid olanlar, hansı ki, göz koordinasiyasını inkişaf etdirənlər, ayaqqabı ipini bağlayır. Görürsüz şəkildə, şəkil verilə bilər. Yazı bacarığıdır, yoxsa oxu bacarığı da yazıla bilər. Nə götürəcəksiniz? Yazı bacarığının inkişafıdır da o. Bəli, onu mütləq şəkildə ayırd edin. Sonra deyə bilərəm sizə, yəni bir sözlə, əgər yazı bacarığından söhbət gedirsə, oxu və yazı. Yazı bacarığından söhbət gedirsə, motor bacarıqlarının inkişafı var burada, yəni incə motor bacarığı, yəni kiçik motorda barmaqlar. Sonra uşaqlarda biz öyrədirik artıq, belə deyək, hüsnü xətt də verilə bilər təbii ki də. Hüsnü xətt yazıla bilər ki, məsələn, hüsnü xətt. Hüsnü xətti də götürəcəksiniz siz orada. Sonra qələm tutma, məsəl üçün deyir, düzgün qələmi tuta bilmir. Onlar da olar, bilmirəm. Müəllimlər səslər. Necə? İndə müəllimə? Ayda mən maksimumunuz xeyr. Deyirəm, müəllimə, rəsm, aplikasiya, yəni onlar da ola bilər də, olmaz? Bəli, bəli, rəsm, aplikasiya, bəli, onlar da hamısı işləyir axı uşaq barmaqları ilə. Görürsüz ki, uşaq barmağı ilə hərəkətdədir. Burada yazı bacarığı inkişaf edir uşağın. Biz onun üçün çalışırıq. Savad təlimindən bu düşə bilər sizə. Yazı bacarığıdırsa, o deyirlər, barmaqlar işdə olmalıdır, işləməlidir. Oxu bacarığıdırsa, artıq uşaq danışmalıdır, dil. Məsəl üçün, deyə bilər ki, uşaq hərfi tanıyır. Hərfi tanıyırsa yazıdır bu. Bu nədir? Oxu bacarığı. Oxu. Bəli, və yaxud da ki, uşaq dialoqda iştirak edir. Uşaq monoloqda, yəni monoloq, nəyisə danışır, hekayə danışır. Bu nədir? Oxu bacarığı. Yazı bacarığı ilə oxu bacarığının fərqi budur.
Yəni əsas bu düşür imtahana, yəni bu yadınızda qalsın. Sonra deyə bilərəm sizə, məsəl üçün uşağa müəllim verir rəsm. Uşaq evdə görürsünüz ki, uşaq gedir rəsm çəkir. Bu nədir? Bu artıq uşağın yazı bacarıqları inkişaf edir. Nə qədər çox rəsm çəkən uşaq varsa, fikir verin o uşağın xətti həmişə səliqəli olur, kənara çıxmır, düz üstündən gedir hüsnü xəttin. Çünki yazı bacarığı inkişaf edir. Əl-göz koordinasiyasını inkişaf etdirən oyunlar uşağın yazı bacarığını inkişaf etdirir. Qayçı tutmaq yazı bacarığıdır. Sonra deyərəm sizə, məsəl üçün amma danışmaq var Renkləyəndə bir sözlə. konturlardan kənara çıx. Bəli, bəli, baxın yazıdır. Amma danışmaq, nəyisə ifadə eləmək, nəyisə göstərmək, tanımaq, hecaları demək, bu oxudur. Mən oxumağını inkişaf etdirirəm. Mən oxumağı üçün əlimdən gələni edirəm, bunları edirəmsə. Amma kiçik motor bacarığı varsa, əli ilə nəsə bir iş görürsə, o artıq mən yazı bacarığı üçün çalışıram. Fərq budur. Bəli, buna yapma da aiddir. Bəli, yapma, quraşdırma, aplikasiya, rəsm, əllə nə işi varsa, sizə onsuz da düşəndə deməyəcək ki, müəllimə bu kiçik motordur yoxsa rəsmdir. Sizə savad təlimindən düşəcək. Yazacaq ki, hansı yazı bacarığına və ya hansı oxu bacarığına aid olanları qruplaşdırın. Məsələn, Venn diaqramı düşə bilər. Yazarlar ki, yazı və oxu bacarığına aid olanları qruplaşdırın. Məsəl üçün, müəllimə Emilə muncuq verir ki, ipə düşsün. Məsəl üçün, bu nədir? Bu artıq dediyim kimi kiçik motor bacarığıdır da. Bu artıq yazı bacarığına aid olur. Müəllim uşağın yazı bacarığını inkişaf etdirməyə çalışır. Onun üçün çalışır. İncə motor bacarıqları, göz koordinasiyası. Sonra müəllim deyə bilər ki, müəllim lövhəyə məsəl üçün A hərfini yazdı və uşaqlardan soruşdu. Bu nədir? Oxu bacarığını. Mən orada yazını yazdırmıram ki, mən orada artıq oxutdururam. Budur. Müəllimə, dənli bitkiləri bir-birindən ayırmaq, o da yazı bacarığıdır. Bəli, bəli, bəli. Baxın, barmaqları ilə ayırır axı. Kiçik motor. Bəli. Sonra deyə bilərəm sizə. Məsəl üçün, elə Şpika fəaliyyətlər də taxmaq, var onlar da ki, mənim. həm yazı bacarığını, həm də oxu bacarığını inkişaf etdirir. Məsələn, uşaq bir fəaliyyətlə məşğul olur. Məsələn, belə deyim, qırmalardan nəyəsə keçirdə. Görürsüz ki, məsələn, muncuğu keçirdir barmaqları ilə, həm də onu sayır. Bu nədir? Oxu bacarığını da inkişaf etdirir də eyni zamanda danışırsa əgər. İkisi də eyni andadır. Belə fəaliyyətlər də olur. Ancaq yəni yazı olmalıdır, ancaq təkcə oxu olmalıdır, xeyr. İkisi də eyni anda ikisinin də olacağı bir fəaliyyətlə də uşaq məşğul ola bilər. Təşəkkürlər Ülviyə müəllimə. İndi dərsdə qalın. İnşallah daha əhatəli öyrənəcəksiniz dərsin sonuna qədər. Müəllimə, bu Ruhangiz müəllimə səsi açın, zəhmət olmasa. Yəni axşamınız xeyir, Ayda müəllimə bir də. Axşamınız xeyir olsun təkrardan. Ruhangiz müəllimə, siz mənə dialoji nitqə aid və monoloji nitqə aid olan nümunələr gətirin. Deyin baxın, bu dialoji nitqdir, bu monoloji nitqdir. Dialoji nitq, yəni iki və daha artıq insan arasında olan nitqdir. Canlı ünsiyyət qurmasıdır da. Xüsusiyyətləri nədir? Orada fikir mübadiləsi üçün istifadə olunur. Yəni ikisi bir qarşılıqlı olaraq ünsiyyət qururlar. Sonra emosional olaraq rabitəli nitqin inkişafıdır. Dilin bütün normalarına riayət etmək burada vacibdir. Anlaşılmaq üçün intonasiyada və düzgün vurğulardan istifadə olunmalıdır və bunlar qorunmalıdır. İstifadə etdikləri sahələr hansılardır? Gündəlik dialoqlardır, dialoji nitqlə, oyunlar zamanı, sual-cavab zamanı istifadə olunur ən çox. Amma monoloji nitqdə isə bir şəxsin danışmağıdır. Tutaq ki, tərbiyəçi müəllim yanında uşaq oturur, uşaq gündəlik gördüyü hər hansı bir hadisə haqqında danışır müəllimə. Nə görüb, necə görüb, harda nə görübsə, demək olar ki, özü tək danışır, sadəcə müəllim qulaq asır. Buna daha aid ola bilər, nə aid ola bilər? Mühazirələr, məruzələr, məsələn, nağıl danışma, uşağın nağıl danışması, tək danışması, bu formalara Məsələn, aiddir. mən belə deyim, auditoriya qarşısında mövzu izahı verirəm. Monolojidir, dialojidir. Monoloji nitq. Tək danışırsa monolojidir. Bəli.
Çünki mütləq dialojidə ikinci şəxs də olmalıdır və biri söhbəti Hə, və başlatmalıdır ki, davamı o gəlsin. rəsmi məruzə kimi gedir də, özü Hı hı. danışır. Məsəl üçün, monolojda yoxsa belə deyim, bir də bunu deyim sizə, məsələn, şifahi nitqlə yazılı nitq arasında belə bir sual vermək istəyirəm. Hansı rəsmi xarakter daşıyır? Yazılı yoxsa şifahi? Eee, yazılı. Yazılı rəsmidir, tək özü yazır da. Rəsmidir, həm də qalıcıdır. Bəli, Yaxşı, bəs qalıcıdır. hansında yarımçıq cümlələr ola bilər? Yarımçıq cümlələr, Şifahidə yoxsa yazılıda? monoloji Yox. şifahilikdə, yazılıda, şifahilikdə ola bilər. Aha, biz danışanda yarımçıq Yarımçıq. deyirik. Bəs hansı qalıcıdır, Düzgün. hansı qalmır, belə deyim. Qalıcı yazılı nitq ola bilər. Mhm. Yazılı nitqə aiddir. Bəli, qalıcı olur da, amma digəri keçicidir. Yəni dildən çıxdı, o Bəli, söz sənin deyil, yaddan çıxdı. misali. Yəni o belə deyim də, Bəli. yaddaşımdan silinə də bilər mənim. Məsələn, siz bir şey dediniz Hə. mənə, 10 dəqiqədən sonra mənim yadımdan da çıxa bilər. Amma siz mənə bir şey Hı hı. yazıb versəniz, o mənim yadımdan çıxmayacaq. Daha doğrusu həmişə göz önümdə olacaq da, çünki yazılıdır. Bəli, hafizədə qalmır da, yaddaşda Eyni. qalmır. Bəs yaxşı, hansıdır ki, canlı, yəni üz-üzüdür, yazılıdır, şifahidir? Canlı. Ya canlı Canlı. şifahi nitqdir Bəli, də, şifahidir. üz-üzə. Düzdür. Yaxşı, deyin siz mənə, məsəl üçün mən deyirəm ki, mən nitqimdə olur bəzən bir də görürsüz, məsələn bir müəllimə danışsın, məsələn olub müəllimələrimlə danışırlar, gah rusca danışırlar, bir də görürsüz rus terminlərindən istifadə edirlər, məsələn başqa bir ingilis terminlərindən istifadə edirlər, bir dilləri qarışıq olur. Sizcə burada nitqin nəyi pozulur? Hansı funksiyası? Təmizlikdir də, düzgün olmayan nitq. Mhm. Bəs deyin siz, məsəl üçün mən sizə bir mövzunu danışıram, amma geniş danışmıram. Məhdud təcrübə əsasında danışıram. Məhdud təcrübə əsasında zənginlikmi? Xeyr, Zənginlik? zəngin sözlərin Dəqiq. zənginliyidir. Məzmun, məzmunun genişliyi. Məzmunlu. Bəli, Hə, məzmun məzmunlu. dolğun olmalıdır, geniş olmalıdır. Eyni zamanda belə deyim, mən əgər ətrafımdakı obyekti, ətrafımdakı hadisələr haqqında mən geniş təfəkkürə malik bir insanamsa, onu sizə də geniş çatdıra biləcəm də. Necə ki deyirəm, gedin yaxşı oxuyun, yaxşı öyrənin, danışın, sual-cavabda iştirak edin ki, müsahibədə də cavab verə biləsiniz. Siz əgər məsələn inklüziv təhsili öyrənirsiniz, inklüziv təhsilin növünü, hissələrini öyrəndiniz, getdiniz, sizə nə sual verilsə də ondan kənar heç nə danışmayacaqsınız. Amma siz müəllim haqqında orada öyrənsəniz, prinsiplərini öyrənsəniz, ümumi inklüziv təhsili dərindən öyrənsəniz, siz artıq geniş bir təcrübənizə əsasən bir cavab verəcəksiniz də, dolğun bir cavab verəcəksiniz. Məzmunu Yəni geniş mövzunu olacaq. yaxşı bilmək. Mövzunu Bəli, yaxşı bəli. bilmək. Yəni mövzu, hadisə, yəni vəziyyət, söhbət nədən gedirsə, siz onun haqqında, yəni məhdud yox, geniş təcrübəyə maliksinizsə, o şəkildə də qarşı tərəfə ötürə biləcəksiniz. Mhm. Bəs müəllimə deyirəm ki, səs mədəniyyəti. Nədir səs mədəniyyəti? Məsəl üçün nə zaman pozulur səs mədəniyyəti? Səs mədəniyyəti, yəni tələffüz vaxtında düzgün olmayan səslərin düzgün tələffüzü olmayanda səs mədəniyyəti pozula bilirdi. Mədəniyyət, məsəl üçün mən danışıram sizlə. Mən danışa-danışa hansısa bir fəaliyyətlə məşğulamsa, burada artıq bir növ mədəniyyət bilirsiniz nədir? Mədəni davranmaq, qarşındakına hörməti bildirir nitqində. Məsəl üçün, biz bir yerə gedirik və yaxud elə sinifdə otururuq şagird kimi məsəl üçün və ya bir müəllim kimi. Müdir gələndə nə edirik? Ayağa qalxırıq, üst başımızı düzəldirik. Məsəl üçün ayağımızı ayağımın üstünə qoyub oturmuşuqsa öz müəllim yoldaşlarımızla, məsəl üçün direktor gəldi, ayağa qalxırıq, özümüzə deyirik, belə deyim də, çəki düzən veririk, danışığımızda fikir veririk. Məsələn, öz belə deyim, yaxın bir podruqamızla danışdığımız kimi biz direktorla və yaxud da ki, belə deyim, başqa bir məsələn müəssisə rəhbəri olsun, rəsmi şəxslərlə danışa bilərik? Xeyr, danışa bilmərik. Nitqimizə nə edirik? Fikir veririk, mədəni. Məsəl üçün
Bir də görürsüz, qrupa, səs atanlar olur. Adətən internetlərdə çox çıxır qarşıma. Belə ləhcə ilə, qəribə formada, belə, saqqız çeynəyərək hətta danışanlar, danışa-danışa atanlar olur. Yemək yeyə-yeyə danışa atanlar olur səslər. Çox belə pis çıxır da və ya qarşındakı ilə danışırsan, ağzında saqqızın ola-ola. Bu da bir mədəniyyətsizlikdir də. Burda artıq mədəniyyət anlayışı pozulmuş olur. Bəs biz böyük qrupda nə etməliyik ki, uşaq məktəbə hazırlıqda artıq savad təlimində bunları bilmiş olsun? Böyük qrupda müəllim nələri öyrətməlidir? Hətta o alt standartda Böyük yer qrup. alır deyə. Yəni böyük qrupda Sözdə. nələr öyrənir? Səs tərkibi, səslərin tərkibi, təhlili, yəni savad təliminə hazırlıq gedir də orda. Baxın, səs təhlilini aparmalıyıq. Sözdə səsin yerini müəyyənləşdirməliyik. Qalın incə saitləri ayırmağı bacarmalıdırlar uşaqlar. Saitləri, samitləri Bəli. bilməlidir. Səslərin tələffüsüdür. Bəli. Məsələn demişdik, Sözlərin tərkibi. sözdə hecanın yerini müəyyən etməlidir. Alt standartda da o yer alır. Baxarsınız, 2.2.4-də 4-5 yaşda o yer alır. Sonra, 4-5-də əlbəttə. Heca, söz, cümlə təyin edir. Məsələn, Elkon nə qeyd etmişdi? Neçə mərhələyə bölmüşdü? Mərhələləri hansıları idi? Elkon savad təlimini 3 əsas mərhələyə bölmüşdü. Burada oxu təlimini demək olar ki, birinci mərhələ sözlərin səs təlinin formalaşmasıdır. Dilin fonem, səs sisteminin ümumi təhlilidir. Bu mərhələ təkcə savad təlimi üçün deyil, həm də uşağın əqli inkişafı üçün də böyük əhəmiyyətə malikdir. İkinci mərhələyə isə aiddir sait fonemlərin düzgün tələffüzü və onların hərflərlə ifadə olunması mərhələsidir. Burada uşaqların fonemlərin hərflərlə əlaqəsi öyrədilir. Üçüncü mərhələdə isə samit fonemlərin mənimsənilməsidir və onların hərflərlə ifadə olunmuş mərhələsidir və oxuma prosesində səs mexanizminin mənimsənilməsi prosesidir. Burada tədqiqatların nəticəsi də onu göstərir ki, səs təhlili bacarıqları, yəni uşaqların səsin ayrılmasını və düzgün təhlil etmələrini öyrənmələridir. Sonra əlifba bilikləridir, uşaqların əlifbanı öyrənməsi və bunu oxumağa tətbiq etmələri, oxuma bacarığıdır, uşaqların oxuma vərdişinin inkişafıdır. Elkonun və Yuryevin savad təlimi mərhələlərinə aiddir də 3 əsas mərhələ budur. Kitabda oxuduqlarımız. Yaxşı, bəs deyin siz mənə. Məsəl üçün, qeyd eləyin siz. Məsəl üçün, oxunun mövqeililik prinsipi nədir? Onun mövqeililik prinsipi. Mövqeililik prinsipi. Orada nədən bəhs edir ki, orada çoxunu oxumuşam mən. Amma demək olar Nə ki, hamısını deyirdi? oxumuşam. Deyirdi ki, oxu prosesində sözdəki hər bir səsin tələffüzü onun digər səslərlə birləşmə şəraiti düşdüyü mövqeyi ilə şərtlənir. Ona görə də yeni səs tələffüz edilərkən ondan əvvəl və sonra gələn səs nəzərə alınır. Mövqeili, bir-birini tamamlamaq. Tamamlamalıdır, yəni düzgün səsləndirilməlidir də səslərin tələffüzü. İkinci səs oxunanda əvvəlki səsdə Tamamlamalıdır aydın bir-birini. bilinməlidir. Bu hecaya daha çox aiddir də hecaların düzgün, sonra sözlərin birləşməsi, sözdən cümlələrin əmələ gəlməsi, bax belə. Təşəkkürlər müəllimə. Mən də təşəkkür edirəm, sağ olun. Aysel müəllimə. Axşamınız xeyir müəllim. Axşamınız xeyir olsun. Aysel müəllimə, deyin siz də savad təlimi, biz uşaqlarda savad təlimi ilə nəyi öyrədirik, hansı standartları əhatə edir, aşağı yaş qruplarında savad təlimin hansı fənnin tərkibində keçirilib, hansı məşğələnin tərkibində keçirilib, yəni bunlar haqqında geniş məlumat verin, sonra keçək əsas suallarımıza. Deməli, savad təlimi məşğələsi idraki inkişaf sahəsinə aiddir. Standart olaraq 2-2-4 və 2-2-5 standartına uyğun gəlir. Oxuyaq yazaq başlığı altında olur. Məktəbə hazırlıq qruplarında həftədə 2 dəfə keçirilir. Savad təlimi və nitq inkişafı. Nitq inkişafı uşaqlara kiçik yaşlarından formalaşdırmağa başlayır. Bu, ətraf aləmlə tanışlıq məşğələsinin tərkibində olur. 5 yaşda isə savad təlimi olaraq keçirilir. Başqa nə idi?
Məsəl üçün biz burada savad təlimini uşaqlara necə öyrədirik? Savad təlimini uşaqlara bu hazırlıq dövrü olur. Bu təlim prosesi 3 dövrə bölünür. Birinci əlifba təliminə hazırlıq dövrü olur. Sonra əlifba təlimi və əlifba təlimindən sonrakı dövr. Əlifba təliminə hazırlıq dövründə, yəni uşaqlarda oxu və yazma texnikasına aid ilkin bilik və bacarıqlar formalaşdırılır. Əlifba təlimi dövründə də bunlar uşaqlara hərflərin böyük və kiçik çap formaları öyrədilir və oxumağa hazırlanır uşaq. Uşaq artıq oxumağa başlayır. Əlifba təlimindən sonrakı dövrdə isə artıq uşaq əlifbanı mənimsəyib, uşaqda oxu və yazı bacarıqlarının təkmilləşdirməsi istiqamətində işlər aparılır. Hı. Yaxşı, bəs biz demişdik, qeyd elədim bayaq ki, Yahya Kərimovun kitabına aiddir. Hansı ki, biz savad təlimi mövzusu ümumiyyətlə həmin o nitq inkişafına əsaslanır. Yəni demək, orada sadəcə 300 neçə səhifədir, biz onu tam öyrənə bilməliydik. Ona görə konspekt şəklində əsas hissələrini öyrənsək kifayət eləyir. Düzdür, PDF hər ehtimal sizə göndərəcəm, baxarsınız istəsəniz. Deyin siz mənə, məsəl üçün, nitqin təmizliyi deyəndə nə nəzərdə tutulur? Nitqin təmizliyi deyəndə parazit sözlərdən, vulqar sözlərdən, şivələrdən, ləhcələrdən istifadə olunmamalıdır. Nitq təmiz olmalıdır, aydın olmalıdır. Bəs yaxşı, dəqiqliyi nədir? Nitqin dəqiqliyi deyəndə məlumat faktlara əsaslanmalıdır, dəqiq verilməlidir. Qeyd eləyin siz. Burada deyin, məsəl üçün, deyin siz mənə. Mən uşaqlara belə deyim, məsələn, mövzu haqqında danışıram, amma dəqiq mövzuda nədən söhbət gedir, onu tam dəqiq deyə bilmirəm. Oxşadıb deyirəm sinonimləri ilə. Amma tam pozulur. Nitqin dəqiqliyi pozulur. Bu tələb yaxşı. pozulmuş Bəs olur. bu nitqdə istifadə edirəm şey, zat, soram, məsəl üçün belə təmizlik. ifadələr. Təmizliyi pozulur, nitqin təmizliyi. Hansı standartda yer alır dedik? 2-2-4, 2-2-5 savad təlimi. Yaxşı. Bəs qeyd eləyin siz. Məsəl üçün, 5-6 yaşında biz savad təlimində uşaqlara nələri öyrədirik? Uşaqlara hərfləri tanımağı, yazmağı öyrədirik, çap Yazmaq? hərflərlə tanıyırıq. Yazmaq? Sait səsləri. Yox, yazmaq var. Yazmaq məktəb dövründədir əslində. Aha, bəli, əslində Biz biz yazmaq var. onları təsviri fəaliyyət məşğələsində Bəli. məsələn biz onu girişində məsələn hərfləri keçiriksə, məsələn A hərfini keçiriksə onu düzəldə bilərik. Bu formada həyata keçirə bilərik. Sırf yazı məktəb təliminə aiddir. Yaxşı müəllimə, bəs nitqin nominativ funksiyası nədir? Nitqin nominativ name sözündən götürülüb, ingilis sözüdür, adlandırılmasıdır, əşya və hadisələrin adlandırılmasıdır. Adətən bu hansı dövrə belə deyim, rast gəlinir bu dövr? Uşaqlar adlandırır. Bəli, kiçik yaş dövründə sadəcə ad verir də. Bəs kommunikativ? Kommunikativ uşağın ünsiyyət bacarığıdır. Məsələn, yoldaşları ilə əlaqə qurmağı, ünsiyyəti, qarşılıqlı əlaqə yaratmağı, ünsiyyət qurmasıdır. Bəs yaxşı. Siz deyə bilərsiniz Yahya Kərimov 4 mərhələsini. Oxumamışam, düzü onu oxumamışam. Heç bir yerdə qarşıma çıxmayıb. Bəli, onu qeyd edib qrupa göndərəcəm. Yazılı şəkildə. Bəs deyin siz, məsəl üçün, tənzim edici funksiya nə oldu? Nominativ, kommunikativ, tənzim edici. Nəzakətli davranışdır, empatiyadır, nitq vasitəsilə davranışını tənzimləməkdir, intizamlıqdır, nəzakətli davranışdır yoldaşları ilə. Bu tənzim edici funksiyaya aiddir. Bəs 4-5 yaşında biz nələri öyrədirik savad təlimində? Burada hazırlıq mərhələsidir. Sait səsləri öyrədilir, uşağa hazırlıq dövrüdür, keçirilir. Sonra
səs tərkibini öyrədirik, Hı qalın və hı. incə saitləri ayırmaqdır, sözdə səslərin yerini müəyyənləşdirməkdir. Bu kimi işlər aparılır. Savad təliminə hazırlıq prosesi gedir. Hı hı. Yəni məntiqi ardıcıllıqla cümlə qurmaq öyrədilir. Məzmun Evet. əlaqəsi olmalıdır, bir-birini tamamlamalıdır cümlələr. Sonra bəs yaxşı, qeyd eləyin siz. Məsəl üçün, oxu təlimində biz nələrdən istifadə edirik? Yazı təlimini öyrətmək üçün nələrdən istifadə edirik? Oxu təlimi üzrə, Eee, iş və yazı təlimi oxu üzrə. ünsiyyət, oxu təlimi uşaq, məsələn, danışır, nağıl danışmağıdır, bu monolojikdə həmçinin. Hı hı. Danışmaq varsa. Məsələn, danışmaq, ünsiyyət, danışmaq. Yazı təlimində biz kiçik motorikası uşağın inkişaf etməlidir. Paxlalı bitkiləri bir-birindən ayırmalıdır. Köynəyini düymələməsidir. Ayaqqabını Ayaqqabısını bağlamaq. Hı hı. bağlamaqdır. Muncuğa, ipə muncuq düzməkdir. Məsələn, bunlar uşaqda yazı bacarığını formalaşdırır. Həmçinin təsviri fəaliyyətin bütün mərhələləri, yəni konstruktorlarla oyundur, applikasiyadır, rəsmdir, yapmadır. Bunların hər biri uşaqda yazı təliminə hazırlayır. Düzdür. Təşəkkürlər müəllimə, əla. Çox sağ olun müəllim. Siz sağ olun. Səsi açsın Hində müəllimə. Salam müəllimə. Axşamınız Salam, xeyir. axşamınız xeyir olsun. Hində müəllimə deyin siz də. Məsəl üçün, dillə nitqin fərqi nə oldu dedik? Dil nədir, nitq nədir? Məsələn, bunlardan hansı insana xasdır? İnsana xas xüsusiyyətdir? Dil yoxsa nitq? Müəllimə, nitq bizim danışmamızdır, o bizə xasdır. Dil də yəni ümumi dildir də, yəni hər ölkənin özünə aid bir dili var. Nitq isə mənim cümləni qurmağım, mənim danışmağım. Özümə aid olan dil. Mhm. Bəli. Yaxşı, bəs deyirəm ki, məsəl üçün, mən sizinlə terminlərlə danışıramsa, burada nə pozulur sizcə? Zənginlik pozulur, ardıcıllıq pozulur, aydınlıq pozulur, dəqiqlik pozulur. Məsəl üçün, terminlərlə danışıram, siz onu başa düşmürsünüz. Adətən biz bunu demişdik, valideynlərlə danışanda terminlərdən istifadə etmək olmaz. Burada nə pozulur? Burada aydın olmalıdır. Yəni biz artıq çətin, anlaşılmaz ifadələrdən uzaq olmalıyıq. Aydın, sadə dildə bir sözlə. Sadə dildə. Yaxşı, deyin siz, ümumiyyətlə savad təlimi deyəndə hansı başlıq altında keçirilir savad təlimi? Savad təlimi məşğələsi oxuyaq, yazaq deyə başlıqlı əsasında yəni keçirilir. Uşaqlara deyə hərflərin böyük və kiçik çap formasının öyrədilməsini yəni özündə əks etdirir. Savad təlimi 3 dövrə ayrılır da. Əlifba təliminə hazırlıq dövrü, əlifba təlimi dövrü, əlifba təlimindən sonrakı dövr. Yəni oxu texnikasının, yazı texnikasının mənimsənilməsi üzrə deyə hazırlıq işləri gedir. Məktəbəqədər dövrdə də uşaqlar əlifba təliminə hazırlıq mərhələsi keçirilməlidir. Əlifba təlimi dövründə aparılan işlər məktəbə daxildir. Bir çox valideynlər, bəzi tərbiyəçilər deyir, savad təliminin hazırlığını, yəni uşağa oxumağı, yazmağı öyrətməyi daxil edirlər. Amma yəni uşaq məktəbə gedənə qədər eşitməyi, dinləməyi bilməlidir, nitqi inkişaf etməlidir, cümlə qurmalıdır, sözləri ayırmalıdır, nitq səslərini düzgün tələffüz etməlidir, qələmi tutmağı, yəni bunlar formalaşmalıdır. 3 yaşından deyə sonra oxumağa maraq göstərir. Amma yəni burada hələ yazmışda 3 yaşından sonra oxumağa maraq göstərir. Böyük qruplarda deyə məşğələlər elə təşkil olunmalıdır ki, uşaqlar məktəbə gedənədək bu qabiliyyətləri yəni bilməlidir, bacarmalıdır. Məsələn, hər hansı sözün səs təhlilini aparmaq, sözdə səsin yerini müəyyənləşdirmək, sözün səs strukturunu bələşləşdirmək və təşrif olunan modelə uyğun söz seçmək, qalın və incə saitləri ayırmaq. Yaxşı, bəs deyin siz. Hansı yaş dövrüdür ki, burada uşaqlar cümlədə hecanın yerini təyin edir? Sözdə hecanın yerini təyin etmək daha doğrusu. Müəllimə 4-5 yaşda. Bəli, 4-5 yaş düzdür. 4-5 yaşda.